Salam əziz və hörmətli dostlar, yoldaşlar, dildaşlar, vətəndaşlar, qardaşlar, bacılar. Xoş gördük. Necəsiz? Yaxçısınız, hamınız yaxçısınız. Bir dəfə də bayramımız mübarək olsun, iliz xoş gəlsin və millətimiz istədiyi zəfəri qazansın. Necə ki, sizlər tək-bətəkiz öz birey yaşayızda, yəni öz içinizdə, öz ailəzdə inşallah ki, istədiyiniz xoş arzulara çatasınız. Mən keçən 2 günü bayram haqqında danışdım və öz düşüncələrimi dedim. Təbii ki, dostlarımızın bir çoxları məndən fərqli düşünə bilər. Amma bu günlər istirdim bir dənə və dünən söz verdim ki, sabahdan, yəni bu gündən bayram haqqında o birisi millətlərin nə düşünəcəklər onları nümayəndə gətirəm və danışdıram. Burada bayram görək ki, onların nəzərindən nədir. Amma sonra öz-özümə düşündüm ki, onun mənə nə faydası var və millətimizə nə faydası var. Yəni, məsələn, millət bildi ki, bəluçlar bayram tutmurlar, ərəblər bayram tutmurlar, türkmənlər bayram tutmurlar. Ya lorlar, giləklər, mazənilər, kürdlər fərqli. Bizə tay fərqli bir bayramları var. İndi ya Novruz deyirlər, ya demirlər. Ya mötəqidlər, bu Novruz məsələn Sumerdən gəlmədi, Maddan gəlmədi, hər yerdən gəlmədi. Bizim bu gün zindicanlığımıza nə fərq elər? Ya düşüncəmizə nə fərq elər? Sonra öz-özümə dedim ki, mən kitabımı oxuyayım. Yəni, ehtiyac olmasın. Mən gedən bir şeylərin üstündə fikirləşəm ki, bizə o qədər fərqi yoxdur ki, bilaq bayram farslarındır ya türklərindir. Hər halda biz bu bayramı tuturuq. Bundan belə ki, %90'ı fərqlidir və o bayram ki, biz deyirik fərqlidir o bayramdan və bu bayram tarixin içində bugünkü günə gəlib çıxıbdır. 10 il bundan qabaq bu cür deyildi, 20 il bundan qabaq bir ayrı cür idi, 50 il, 100 il bundan qabaq da bir ayrı cür idi. Və 13 gün, 15 gün, bir ayda deyildi. İndi getdikcə uzanır. Əlbəttə, bu Covid'in nemətlərindən biri budur ki, yavaş-yavaş bayramda yığışmaq üzərədir. Çünki vaxtən də insanlara çox ağır xərc olurdu və qazancılarının bir çox gedirdi buna. Onu da yavaş-yavaş azaltmağa çalışdı bu Covid. O da bəlkə bir tərəfdən baxsaq xeyirdir. Bir ayrı tərəfdən bahalıq gəlir. Bu bahalıq da gəlibdir və icazə vermir ki, bu qədər biz, nə deyərlər, israf eləyək. Bir dənə ayrı proje zehnimə düşdü. O da buydu ki, dostlardan soruşam ki, əslən biz brainwashing'i düşünmüşük nədir? Yəni, vaxən əslən bu anlamı düşünmüşük ki, brainwashing, beyin yıxama, şosteşuy məğzi yanı nə mənə? Bunu hər kəs bir misalla öz zindicanlığına yazsın ki, mən bu dəlillə görə bu şeyi gördüm və inandım ki, brainwash var. Hər halda bunu hələ yazmamışam, qoymamışam, amma dostlar bu günləri bir-ikisi sual soruşmuşdu və bir dənə dostumuz bir gözəl məqalə yazmışdı və məni həyəcana gətirdi. Bununla belə ki, mütəəssifانə keçən günlərdə belimin ağrısı çoxalıbdır. Amma onlara cavab yazdım və istədim kitab oxumağımıza davam verək. Çünki mənim nəzərimə gəldi ki, bu kitabını oxumağı Novruz haqqında 1000 dənə cələsə qoysaq ki, bunun ərzişi ondan çoxdur. Bu kitabın ərzişi ondan çoxdur. Onun üçün icazələrinlə mən elə yenə bu kitabı oxuyayım. Kitabın adı Honər-i Cəngidir. Bu Çində yazılıbdır, neçə min il bundan qabaq, indi hər neçə min il onu bəlli deyil. Döktür Həsən Həbibi, Rəfsəncaninin və Xatəminin müavini əvvəli bunu tərcümə edibdir Farsiyə. Çox qarma-qarışıq tərcümədir və ərzişi o qədər tərəfsiz deyil, beləsi deyil. Ərzişi var, amma tərəfsiz deyil. Tərəf tutubdur, kitabın tərcüməsində əl aparıbdır. Amma daha sürətlə oxuyaq, daha görək dünyada nə geçir və özümüzü ondan tətbiq eləyək, xüsusən bu Ukrayna savaşından bu üzə bizə əlverişli kitab, ən hızlı oxuya biləcəyim kitab budur ki, dostlar da bunu bəlkə
maraqlansınlar və belə bir kitablar oxusunlar. Geçsin qabağa. Ərz edeyim xidmətinizə ki, 92-ci səhifəsinə yetişmişik bu kitabın. Tomo adında biri deyibdir ki, معمولا لشکر هر روز یک مرحله معینی 30 لی را راه می سپارد. O məmul elə buranı birazını oxumuşduq, amma yenə sürətini oxuyayım. Budur ki, məmul budur ki, ordu piyada yeriyən. Gündə 30 li, yəni hududan 50 kilometr, 55 kilometr yol gedə bilər. ولی در حرکت سریع 2 برابر این مقدار gedər. 2 bərabər, 3 bərabər getmək olar. Mən bunu oxuyanda dedim ki, buranı əlbəttə çoxunu oxumuşam, buranın bəqiyəsini oxumamalıyım, çünki oxumuşam. Mən saata 5 kilometr özüm 5 il bundan qabaq yol yeriyə bilirdim. Bununla belə ki, yaşım da biraz hər halda keçib qabağa, biraz mən də indi cavan deyirəm ki, bəzi yerlərdən hoppula biləm, ya bəzi yerlərə dırmaşıb çıxa biləm, ya bəzi yerlərdən aşa biləm, ya hətta məsələn mən keçən qışda yayda getdik, sərin gölə düşdüm, dondum ki, qəlbim yatdı, gəldilər məni sudan çıxartdılar. Yəni sinni biraz keçəndən sonra adam hər halda o şey olmur. Bəli, indi nə vaxtda iş yeriməmişəm ki, neçə kilometr yeriyə bilirəm. دو مرحله طی شده است در صورتی که میتوان 100 لی را پیمود که نه در روز و نه در şab استراhat در میان باشد. Eləmək olar ki, əgər biraz hızlı yerişaq, bizdə qıvraq, bizim Azərbaycanda qıvraq, Türkiyədə hızlı. Qıvraq yerisaq, eləyə bilirik ki, 50 kilometr əvəzinə 100 kilometr gedək. Əgər bunu gecə günüzə salsaq və məsələn fərzən 24 saatda 3 saat, 2 saat yatsaq ki, ola bilər, xüsusən ordu bu cür bir şeylərə hazır olur. Onda nə olar? Eləyə bilərik ki, məsələn 10 günlük yolu daha tezə gedək. Məsələn birdən gedək 4 günə, 3 günə. در این گونه پیشروی افراد اسیر خواهند شد. Deyir belə olsa adamlar əsir olarlar. Amma aşağıda yazıb ki, mənzuru budur ki, indi ihtiyac yox. Yəni öz vəsaillərinə zadına əsir olurlar, nəinki düşmən əsir olurlar, o cür deyil. مقصود سنتزو از این که میگوید اگر این روش به کار گرفته شود از 10 سرباز 1 نفر به محل خواهد رسید این است که اگر راه حل دیگری در میان نباشد و برای به دست آوردن یک موقعیت ممتاز میبایست به هر قیمت که شده است جنگید، از هر 10 مرج جنگی یکی را که سخت کوشتر است برای جلوداری برمیگزینند و 9 تن دیگر در پشت سر او حرکت میکنند. دیگه چی منظور budur ki اگر hər 10 nəfərdən bir nəfər deyir tez yetişər ora budur. Deyir ki, ordunu baxacaqsınız, ordunu seçəcəksiniz içindən. Ən güclülərin qoyacaqsınız, məsələn, fərzən 100 min nəfər, 10 min nəfər adamımız var. Bunun ən güclülərin seçəcəksiniz, oldu 500 nəfər ya 1000 nəfər. Bunlara deyəcəksiniz, qabaqda gedin və gecə gündüz gedin. Onlar gecə gündüz gedəcəklər, yetişəcəklər ora. Biraz onlardan zəiflərin seçəcəksiniz, onlar məsələn, biraz onlardan sonra hərəkət edəcəklər. Ha belə. Onun üçün birinci dəfə bir yad başda savaş meydanına yetişənlər onda biri olacaqdır. Məsələn, 1-2 saat onlardan sonra ya yarım gün onlardan sonra ikinci qrup gələcək, üçüncü qrup, dördüncü qrup, beşinci qrup və 10-cu qrup gələcəkdir, orada yetişəcəkdir. İstir bunu desin. Bedin tərtib 10,000 mərd cəngi 1000 tən sepidədən به محل خواهند رسید. Onları mən dedim və digərən صفشان در رسیدن به مقصود قطع گردد مرتبا دسته قبل از ظهر و دسته دیگر بعد از ظهر میرسند بدین ترتیب هیچ کدام از پای در نمیآیند. bunları oxuduq. و همگی یکی پس از دیگری به کسانی که ابتدا رسیدن خواهد پیوست. bunu da dedik və qamhay ayağının بدون انقطاع بر زمین کوبیده میشود. Onlar ayaqlarını yerə vuracaqlar. O bilirsiniz, rejə kimi haləti vardı. Savaşda düşmənin canına qorxu salmaq üçün qədim, indi çox gizlilik var. Qədim səs özü, çünki üz-üzə savaşırdılar, səs özü düşmənin canına qorxu salırdı. Məsələn, indi biz şəhərlərdə, Güney Azərbaycanda istəyək farslarla savaşaq, Tehranda, İsfahanda, Şirazda, hər yerdə istəyək farslarla, Təbrizdə, Urmiyədə, Zəncanda Fars dövləti ilə, orada farslarla, burada Fars dövləti ilə savaşaq. Təbii ki, burada biz əgər qol-qola versək,
Bu inqilabda da olmuşdu, 57 inqilabında adamlar qol-qola salmışdılar. Və ayaqlarımızı şahsiyə gedən kimi o möhkəm yerə vursaq və ağır şüarlar versək. Öldürürəm, mənə güllə atsan. Məsələn deyirəm. Bu şivə ilə getsən qabağa, o düşmənin, sənin o ayağının səsi, duruşun, yürüyüşün və səsinin güclülüyü düşmənin, yəni o orada olan indi sərbazdır, əfsərdir, hər nədir oradakı durubu şəhərdə onun canına qorxu salar və onu oturtdular darıya. Bu qədim Taşkik idi, işlədərdilər, indi işlədərlər. Bizim o Türkiyə dizilərində də diqqət buyursanız görürsünüz ki, Allahu Əkbər deyə savaşırlar. Hətta mən dünən Ukrayna savaşından da əgər olsa, bilmirəm, qətən deyə bilmirəm ki, Ukrayna savaşından deyə ayrıca bir video qoymuşlar ki, orada da Çeçenlər, ya nə bilim, harallar eləyirdilər. Allahu Əkbər deyə, la ilahə illallah deyə savaşırdılar. Çünki bu düşmənin canına bir qorxu salır. Yəni, mən qorxmuram və ölümə gəlirəm. Bu bizim üçün çox mühümdür. و گام‌های آنها بدون که وقتی برای به دست آوردن یک امتیاز خاص به نبردی میپردازند حق این است یا نقطه مورد نظر نقطه استراتژیک حیاتی باشه. Əgər fikir olur ki, şəhərdə bir yerdə ya əlbəttə biz şəhərdə savaşırıq da normalda. Əgər istiruq bir yerdə düşmənlə qarşılaşmaya girək, üz-üzə duraq, onda deyir elə bir yeri seçək ki, ora bizə mühüm olsun. Məsələn, ordu olsa, orduya su lazımdır, bir uca yer ola, daşlıq ola, səngər qazmaq ola, nə bilim, suya daimən əl çata bilə, bunlar müsəllət ola düşməndən üst ola, bunlar mühümmüdür. Şəhərdə də yenə də bunlar mühümmüdür, amma dedim, şəhərdə məsələn, indi düşmən gəlibdir, monitoring sistem qoyubdur, yəni şəhəri gözətləmə sistemi qoyubdur, hər yerdə kamerası var, indi farsda deyirlər, çağırlar, serah, dorah, meydan, nə bilim, bazar, tükan, ora, bura. Bunların bir dana mərkəzi vardır, dövlət onlarda, orada hamısını bunların görməyə çalışır. Və oradan bilir ki, kim harada neyinir. Biz əgər istəyəqsə, bunlarla savaşaq, bunları ya gərək kameraları sındıraq, ya gərək bunları, məsələn, bərqin kəsaq, ya gərək gedək o monitoring mərkəzi alaq əlimizə. Çünki onlar stratejik yerdir də, o monitoring, xüsusən indiki savaşlarda, elə bir ki, Ukrayna-Rusiya savaşanda, Amerikalılar bununla belə ki, savaşa müstəqim girməyiblər, amma mahvarədən görürlər ki, onlar uydu deyirik türkcə. Uydudan görürlər ki, məsələn, Ruslar hara gedirlər, nə ilə gedirlər, ya Ukraynalılar haradadılar, nə vəziyyətdədirlər, bunların yerini dəyişdirirlər. Düşmən bunları vurmasın. Məsələn, istəyir düşmən bunları mühasirə eləyə, Ukraynalıları, Ruslar, Amerikanın adamları deyirlər bunlara, telefondan hər şeyini xəbər verirlər, dövlət bunlara xəbər verir ki, oradan çıxın, məsələn, gedin sağa. Sağa oradan yana çıxırlar. Məsələn, bir-iki gedin, indi iki tərəfdən gəlin, məsələn, bunları salın mühasirəyə ki, zahirən bir-iki yerdə, bir-iki şəhərdə belə iş görüblər və Rusları çox ağır xəsarət vurublar. در این حالت برای دفاع از این نقطه تقریبا 1000 مرد جنگی تا رسیدن بقیه لشکر کفایت می‌کنند. Bu da şey dedik. Yəni deyir ki, bir işi başladınız, az adamla da başlamaq mühümdür. Amma elə ki başladınız, qalısı gələcəkdir. Məsələn deyirik ki, biz Tehranda yığışacağıq, Səda və Simanın toğununa etiraz edək. Məsələn, cümiyə bəzi dostlar belə bir vaxt qoyublar ki, çıxacağıq tamam şəhərlərdə rəqs, türkcə oynayaq, türkcə oyunlar oynayaq, rəqslər oynayaq. İndi məsələn, Qəşqaylar, Bəndərdə olanlar, Xorasanda olanlar, İsfahanda, Şirazda, hər yerdə ki, türk vardı, Simnanda, Yazdidə, Xarşanda, xüsusən bunlarda bizə çox mühümdür. Çünki orada biz düşmənin içində özümüzün gücümüzü, Tehranda, Kərəsdə, indi məsələn, sabahları hamı zəblərin çıxadalar, ya CD-lərin çıxadalar, maşının şüşəsini yendirələr və o musiqini ucadan açalar və o şəhərdə maşını sürələr, ya düşələr xiyabanda, oynayarlar, yolları bağlayarlar. Bu bizə bir böyük gücdür. Bu gücümüzü göstəririk bunlara. Kafidir ki, bir şəhərdə 50 nəfər bu işi görə. Məsələn, Tehranda, danışqah Tehranın qabağında bir 10 nəfər bu işi görsə, maşını saxlasa, oynasa, xiyabanı bağlasa, görəcək meydan İmam Hüseyndə, meydan Azadidən tutdu, ta getdi o başacan, belə bu, hətta Rudihenəcən. Bu mühənəcən. Görəcəksiniz ki, yol bağlayıbdır və tamam çaharrahlarda, serahlarda, doraqlarda, meydanlarda millət oynurlar. Və bu
Fars dövlətinə deyir ki, mən türkəm və sən məni görməməz tuta bilməzsən. Dedik, bu istədiyə ki, yəni mühüm başlayanlardır. 5 nəfər də başlasa, onlara o birisi insanlar ki, durubları şeylə, onlar qoşulacaqlar. Hətta düşmən də qoşulacaqdır. Yəni, düşmən farslar dediyim, onlar da qoşulacaqlar. Ciyləşlər, mazənilər, qəşqailər, lorlar, nə bilim, ərəblər də ki, Tehranda yaşırlar, onlar da qoşulacaqlar. Təbii ki, məsələn, Əhvazda əgər bizim türklərimiz çıxsalar, oynasalar, təbii ki, ərəblər qoşulacaqlar. Mümkün də ərəblər bizim musiqimizlə oynamayarlar. Öz yəzlidir, nədir, onu oynayarlar. Hər nədir adı. Amma o mühümmüdür ki, biz başlayaq. Bu mühümmüdür. Çox mühümmüdür. اگر به سرعت 50 لی پیشروی کنیم فرمانده جلوداران را از پای در خواهد آمد. فرمانده جلوداران از پای در خواهد آمد و تنها نصف ارتش به محل خواهد رسید. اگر bir çiz gündə məsələn 65-70 kilometrdən hərəkət eləsək və bu neçə gündə əlbəttə davam tapsa, onda həm fərmanda, həm o sərbazlar yorularlar. Və akrisi در روز و اگر احتمالا burada bir qələt yazıbdır və əgər sili oxunacaqdır در روز پیموده شود فقط 2/3 آنها به محل خواهند رسید. Bunlar dedim daha yavaş ki o bayaqları dediyimdir. Da bunları böləcəksən yavaş-yavaş gəlsinlər. Bizim də dostlarımız bilirsiniz indi məsələn bu müzik etirazı çox gözəl bir etirazdır. Şəhərlərdə dostların bəzisi deyirlər mənim nəzərimcə bunu həftəlik də eləmək olar. Bunu həftəlik də eləmək olar. Yəni biz hər həftə cüməni Azərbaycan müzik festivalı elan eləyək. Və deyək ki, hər kəs, hər məhəlləsində, hətta öz qapısının eşiyində çıxsın, musiqisini açsın, oynasın. Və məhəlləni dəvət eləsin, gəlin oynayın. Farsları çəksin vəsətə desin, oyna, bunu öyrəş. Bu, bizə milli cəhətdən çox-çox mühümdür. Biz öz huzurumuzu görsətməliyik xəlqirdə. Və hətta bunu deyim, biri də olar ki, brainwash olublar və istəmirlər, inanırlar ki, biz İranlı deyilik, onlar da buna qoşularlar. در نتیجه لشکری که فاقد تجهیزات سنگین علیق، غذا و مواد دیگر است مغلوب می شود. İndi dostlar, burada bir şey deyir. Deyir ki, əgər kafi qədər qəza yemək aparmasaz, ya yanınızdan tüfək, fişək falan aparmasaz, şikəst yersiniz. Biz indi bilirik ki, məsələn, şəhərdə polislə savaşsaq, indi ziddi şurişdir, hər nədir, bunlarla savaşsaq, biz öz şəhərimizdə yox. Şəhər bizim şəhərimizdir. Bizim kontrolumuzdadır. Onlar, ərz elədim, İranın belə məcmui polisin yıxsaq olsun 400-500 min nəfər, polisli, ziddi şurisi, paslarlı, filanlı, bəhman. Bunlar hər şəhrə 10 min nəfər yetişməz. Onun üçün bunlar bir iş görənməzlər. Kafidir ki, biz qorxunu tökək özümüzdən. Qorxmayaq. Qorxan millət ölü millətdir. Və mütəəssifanə biz Azərbaycanlar feylən ölü millət. Mən görürəm, farslar bu günlərdə biri mənə yazmışdım, cavab yazmağa da məcbur oldum. Türklər elədilər, belədilər, qəhrəmandılar, tarixdə eləyiblər. Hər yerdə ki, biz tarixə özümüzə zərər vurmuşuq, farslara kömək eləmişik, orada biz qəhrəman olmuşuq. Bədbəxtçılıq budur. Brainwash budur da, biz də bunu təkrar edirik. İnqilab-ı məşrutə. Ola, nə inqilab-ı məşrutəsi? İnqilab yox idi. İnqilabda devrim olar. Dövlət gedər aradan. Ondan sonra adamlar ölər, yüzlər min adam ölər, insanlar zindana gedərlər, inqilabdan sonra çoxlu edam olar. Bu inqilabın xasiyyətidir. İnqilabdan sonra bir çox insan edam olar. Hətta növbət yetişər inqilabını özlərini edam elərlər. Məşrutidə inqilab əsası yoxdur. Əslən burada inqilab əsası yoxdur. 4-5 dənə malla gediblər məsciddə, 4-5 dənə də adam gediblər İngilis sifarətində, 4-5 dənə adam gediblər Türkiyə, o zaman Osmanlı sifarətində oturublar, yeməklərini yiyiblər, işləməklərinə gediblər, işləyiblər, gəliblər, naharlarını, şamlarını yiyiblər, bezlə aparıblar evlərinə. Bundan inqilab çıxarmı? Dövlət 50 nəfər göndər, 50 nəfər yox, 2 nəfər göndərsəydi ki, sifarətin qabağına bura girməyin, heç kəs ona girə bilməzdi. Fəqət bunu deyirəm. Bəllidir ki, bu dövlətin özünün işidir. Qacar dövləti istədir ki, bu işi olsun.
Buna inqilab deməyiblər. Ta Məhəmməd Rizanın İnqilab-ı Sefidinə can, yəni o tarixə can ki, o İnqilab-ı Sefidin elam eləyibdi, ona inqilab demirdilər. Deyir, Con 5-ə məşrutə. Elə ki, Məhəmməd Riza İnqilab-ı Sefidi istədi elam eləyək, dedi, axı, mən necə deyim ki, bu İnqilab-ı Sefiddir, o da İnqilab-ı Məşrutədir, məsələn. O da Con 5-ə məşrutədir. Cəhdi bunun adını qoydu İnqilab-ı Sefid. Onun da adını qoydu İnqilab-ı Məşrutə. Belə bir şey yoxdur. Elə bu bizim brainwash olmağımızı göstərir. Biz İnqilab-ı Sefidə, Şahın inqilabına adını da qoyublar İnqilab-ı Şah-ı Millət. Deyirik inqilab, məşrutiyə deyirik inqilab. Axı, harası inqilabdır? Bax, Şah-ı Millət havaq inqilab elədilər. Hangi dövlət edam oldu? Hangi millət edam oldu? Hankıları zindana düşdü? Nələr değişdi? Şah bir dana hökm verdi, dövlət düşdü. Məşrutədə də oturdu. Dövlət bir dana qərar alır, imzalır, məclis təşkil tapsın. Tutuldu, getdi. Amma biz brainwash olmuşuq. Başımızı bizim yuyublar. Biz o cür düşünürük ki, farslar istəyirlər. Və düşüncədən zəfər çıxar. Biz bu cür düşünürük, farslar müvəffəqdirlər. Çünki biz farsların yolunda düşünürük. Farsların mənafeyində düşünürük. Onlara köməklik edirik, onlar qazanacaqlar. Ta bu fikrimizi değişməmişik. Məsələn, İnqilab-ı Məşrutiyə deməmişik, Con 5-ə məşrutə, İslahat-ı Türk. O cürəcən ki, Məşrutiyə deməmişik, İslahat-ı, farsca desəm belə olar. İslahat-ı az bala be payine dövləti Qacar-ı Türk. O cürəcən ki, belə deməmişik, yəni biz fars kimi düşünürük. Fars kimi düşünsən, nəticə fars kimi olacaq və farsın nəfin olacaq. Amma türk kimi düşünsən, türk mənfəətin olacaqdır. Buna deyirik brainwash. Biz fars kimi düşünürük. Hər şeyi ki oxumuşuq, o cür də bunları da gəlirik, iftixarla yazırıq, deyirik. Biri də bunun tərsini yazanda etiraz edir ki, sən niyə bunun tərsini yazdın? Əgər iştibah eləməsəm, mən özümün bir... Cülaz TV-də mən 40 cələsə, ya 37 cələsə zat, rəhmətli Şeyx Məhəmməd Xiyabaninin kitabı var, Süxənranlığı. Onu oxumuşam, orada türkcə demişəm, nəqd eləmişəm filan bəhman. Və buradan mən çalışdım Azərbaycanda bu kişinin yerini ucaldan və bunu milliləşdirəm. Tamam. Dostlar indi düşüblər o mən dediklərimi, ondan çıxamırlar ki, aha, indi dostların bir iddəsi deyirlər ki, bu adam Hizbin dilin Azərbaycanda o adı neydi? İndi əcəl yadıma düşsə deyərəm, o hizbin rəsmi dilini fars eləmişdi. Mən bunu bilmirdim. Bilmədiyim üçün onu da deməmişəm. Dər nəticə, biz qərar deyik ki, bu adamı müqəddəs eləyək. O gün ki, bir dənə həqiqəti bir ayrı dostumuz tapdı, dedi ki, bu vardı. Biz bilmirdik, tamam, bunu gərək qəbul eləyək, oturaq. Qabaq yadımızdan çıxaraq ki, bu adam İnsaf Əli qabaqca nə demişdi? İnsaf Əli qələt iştibah demişdi. Çünki onun əlində olan mədrəkçilər bunlar idi. İndi bir ayrı adam bir dənə mədrək gətirib ki, bu adam çox farsçı idi. Tamam. Onda gəl şeydik o tərəfə. İndi اهمیت محافظت از طریق جدارهای فلزی کمتر از اهمیت دانه‌های خوردنی و مواد غذایی است. Diyor ki, siz diqqət buyurun, bəlkə bizim gələn savaşımızda da bizə lazım olacaqdır. Diyor ki, sizin maşınız var, tancınız var, topuz var, gülləz var. Bunlardan mühümü nədir? Yemaqdır. Yemaq. Diyor ki, o yemaqlar ki varızda, ambarlarızda, onları saxlamaq topuzdan, tancızdan, səngərizdə mühümmüdür. Bu çox önəmli bir məsələdir. Mən İsrail üçün Türkiyə televizyonuna normalda bu zamanlar qulaq asırdım. Bir dənə bəhs var idi, o da buydu ki, Çin başlayıbdır, dünyada 4 məhsulu toplur. 4 dənə məhsulu toplur. Buğdadır, qarğıdalıdır, nəmənədir. Və dünyada %66 bu məhsulların %66'sını alır yığır ambara. Çünki deyirlər 5 ildən sonra, 10 ildən sonra bu dünyanın qızışmağı aclıq gətirəcək bu cür. Su olmayacaq çox yerdə yerə əkələr. 5 ildən sonra, 10 ildən sonra bu dünyanın qızışmağı aclıq gətirəcək bu cür. Su olmayacaq çox yerdə yerə əkələr. 5 ildən sonra, 10 ildən sonra bu dünyanın qızışmağı aclıq gətirəcək bu cür. 5 ildən sonra, 10 ildən sonra bu dünyanın qızışmağı aclıq gətirəcək bu cür. Su olmayacaq çox yerdə yerə əkələr.
və acılıq gələ bilər. Bunlar indidən gəliblər, bunları neyindilər özlərinə bunu saxlayır. Çünki siz yemağınız olmasa öldünüz, getdiniz. Acından 2-3 gün hərəkət edə bilərsiniz, ondan sonra hərəkətdən düşərsiniz. 10-15 gündən sonra da yatmağa məcbur olarsınız. Yap çox da biri qalsa 40 gündən sonra ölərsiniz. Susuz daha az. Susuz mümkündür 3 gündən sonra ölməyə gedərsiniz. Bunun üçün diqqət buyurun, su, niyə biz Urmic gölünün üstündə bu qədər ciddiyik? Çünki su bizə ölüm, diri qalmaq savaşıdır. Bunun üçün ki, farslar tamam bu İran deyilən məmləkətin hər yerindən, şimaldan da, quzeydən də, cünubdan da, Xəzər dənizindən də, şeydən də suyu gətirirlər Simnana, Yəzdə, Kirmana, Kaşana. Çünki su və yemək çox önəmlidir. کسانی که به شرایط جغرافیایی کوهستان و جنگل گردنه‌های خطرناک، مرداب‌ها و باطلاق‌ها آگاه نیستن نمی‌توانند حرکت لشکر rəhbəri کنند. Onlar ki bilməyirlər ki bizim bu şəhərimizdə, çöldə, yolda nə var? Məsələn yola gedirik, bir yerdə mümkündür batlaq ola. Bir yerdə mümkündür su ola. Bir yerdə mümkündür biz şey deyirik. Görüm Allah nə deyirdik? İndi yadımdan çıxıb bunun türkçəsi. Farsçasını da bilmirəm, türkçəsini yenə bilirdim. Züyldaxlıq bir yerlər. Məsələn biz ət torpağı deyirik, üstünə su tökülən yer olsa, orada bəzi vəsail ora geçsələr, o cümlədən adam özü, heyvanlar axıb gedərlər dəriyə məsələn. Hər halda deyir ki, biz bunları gərək bilək. Əgər bilməsək xərat. Eyni halda şəhərin içində də biz gərək bilək ki, düşmənimizin pasıqahları, kələntəriləri, nə bilim, paygahları, komitələri, nə bilim, ittilaatı, 110-u, ziddi şurişi, filanı bunlar hardadılar. Bunun monitoringi hardadır, ərteşi hardadır, sipahi hardadır, bəsici hardadır, fərmandehləri hardadır, ustandarisi, fərmandarisi, bəxşdarisi, şurayı şəhri, monitoring sistemi hardadır, radyosu harda, televizyonu harda, qapıları hardan, gizli qapıları, açıq qapıları, bunlar hardadır. Biz bunları bilməsək, şəhərdə daimən çıxarıq, şətək yiyib gələrik. کسانی که به راهنمایان محلی مراجعه نمی‌کنند نمی‌توانند از موقعیت زمین بهره بگیرند. معمولا qədim də bu cür idi, indi də bu cür idi. İndi istirik bir yerdən bir yerə gedək, o məntəqəyə gedirik, orada bir bələdçi tapmalıyıq. Bunun türkçəsi bələdçidir. Farsça deyil, bələd, fars sözü deyil zahirən. Bələd elə bir ki, ərəb sözündən gəlməlidir. Bələd, bələdiyyə filan, bəhman. Amma bələd bizim dilimizdən gəlibdir. Nəzər tanıyan, bilən, bilgi sahibi, bilgin. Bir bilginə müraciə edirsən, deyirsən, məsələn, mən istəyirəm çıxım Eynalı dağına, hardan çıxım? Dəriyə düşməyim, məsələn. Məsələn deyirəm, Eynalı dağı ki, o qədər dəriyə düşməli yeri 1-2 yerdən sonra yoxdur. Qalanı gözəl yerdir, getmək olar. Amma bir çox yerlərə adamlarla getməsən, mümkündür iştibah gedəsən. Şəhəri də o cürdür. İndi biz, məsələn, Təbrizli bir adam Tehranı çox tanımaz. Tehranın, məsələn, ya Xakisifitdə, Cəvadiyyədə, nə bilim, filan yerdə oturanlar, bunlar, məsələn, o birisi məhəlləni tanımaz. Onun üçün biz, məsələn, hardan qaçaq, harada gizlənək, bunları gərək bilən adamlardan bilək. Öz şəhərimizi qəşək tanıyarıq da. Normalda, məsələn, mən indi bundan belə ki, Təbrizdən bir 18 il olar çıxmışam, amma fikir edirəm ki, bir çox məhəllələrin tanıyıram. Yəni, geçsəm, məsələn, ora çox rahatca qaçıb gizlənmək yerlərin zadlarını tapa bilirəm. Loko Antezo bir dənə ayrı bir ordu mütəxəssisi deyibdir ki, به طور کلی فرمانده از قبل باید عمیقاً با نقشه زمین آشنا باشد. Biz gərək yeri tanıyaq. Harda savaşırıq, kimlə savaşırıq? Bunu gərək bilək. Gərək neçə şeyi bilək savaş üçün. Mən kiməm? Gücüm nədir? Düşmən kimdir? Gücü nədir? Harda və nə cür savaşırıq? 4 dənə oldu. Mən kiməm? Gücüm nədir? Düşmən kimdir? Gücü nədir? Harda savaşırıq? Nə zaman savaşırıq? Məsələn, biz şəhər içində gecə savaşsaq daha rahatıq. Gündüz savaşsaq rahat deyilik. Çünki gecə savaşsaq qaranlıq bizə çox fayda verir
Biz gizlənə bilirik, kameralardan bizi üzümüzü heç olmasa görə bilmirlər. Biz əgər üzümüzü örtsək daha rahat olduq gecələr hətta. Və şəhər qaranlıqdır üst-üstə. Sərbazları dalımızdan çəksək, bir 10-15 metr uzaqlaşsalar bir-birlərini tanımayacaqlar. Və biz orada bunları salıb arada hamısını xəll silah eləyə bilərik. معابر را که برای عرابه‌های سنگین و عرابه‌های سبک خطرناک است بشناسند. Yolları da tanıyırlar ki, hara məsələn yekə maşın, yekə vəsilələr girə bilər, hara girə bilməz. Şəhərdə dəqiqən biz bilirik ki, bəzi küçələr var ki, maşın da girə bilməz. Onlar bizə daha fürsətdir. Ya məsələn Bilaxşəxan küçəyə hara motor girə bilər, ya girə bilməz. Dedim biz məsələn pastarları, bəsiciləri, mollaları tanımalıyıq. Harda otururlar? Bunların evlərin, adreslərini bilməliyik və bunları biz daimən evlərinə kağız yazıb salmalıyıq. Print eləyək salaq evinə, biz səni tanırıq. Əgər bizim millətimizin üstə silah çəksən, sənin burada ailənin özün xətərdəsən. Kafidir, yəni kafidir ki, bunların evlərinə belə bir kağızlar salaq və bunların ruhiyyəsini aradan aparaq. Ya məsələn yazaq ki, bizim intizarımız Azərbaycanda yaşayan, Azərbaycan torpağında yaşayan müəllimlərə yazsaq, idarədə işləyənlərdən yazaq kariməndi idarədən, pastorları yazsaq bir pastordan, bəsici yazsaq bir bəsicidən, budur ki, Azərbaycanın mənafein qorusun farsların qabağında. Siz əgər bu mənafeyi qorumasınız və Azərbaycanların üstünə silah çəksəz, qabağınızda ailəzin və əmniyyətin kim təmin edəcək? Demirik, biz aradan aparacaq, amma kim təmin edəcək? Çünki sən mənim ailəmin, oğlumun, qardaşımın, bacımın, dədəmin, nənəmin əmniyyətin təhdid eləsən, sənin ailəvi kim qoruyacaq burada? Həmin məhəllədə oturursan ki, mən otururum. O yerləri gərək tanıyaq ki, orada su var, su yoxdur, nə bilim, polis bir şeylər qabaqcan cüzgibdir, kiyoskuları var, filanları var. Gərdəni Kuhay Məruf. Məşhur dağları gərək tanıyaq ki, bunların, məsələn, bizim çox, Gərdəni bizim türkçədə, məsələn, deyilə Gərdəni heyran, Gədikdir türkçəsi. Gədik. Biz bu gədikləri ki, çətindir bunları aşağı getmək ya yüksələ çıxmaq, bunları gərək tanıyaq. Dedim, harada savaşacaq, oranın nədir olmağını gərək tanıyaq. رودخانه‌های عمده محل زمین‌های مرتفع و تپه‌ها را بداند. Çaylar hardadır, dağlar hardadır, dərələr hardadır, təpələr hardadır və məhəllələri را بشناسه که در آنها جنگل و نیزار فراوان است. Bilə ki, harda meşəlikdir, harda da neyzarlıqdır. Neyzar ney bitən yer. Bizim Azərbaycanda Araz qıraqlarında çox bitən bir yerdir. Ayrı yerlərdə mən çox görməmişəm. Əlbəttə, mən çox da Azərbaycanın hər yerində dolanmamışam ki, deyəm, yoxdur. Onun üçün yəni bilmirəm. Tul caddəha və əhəmiyyət mədinəha və şəhərha را بداند. Şəhərlərin gərək əhəmiyyəti bilək. Bu şəhərin əhəmiyyəti nədədir? Niyə bizə mühümdür? Əlbəttə ki, bizim öz şəhərlərimizin içində insanlarımız yaşadığı üçün bizə mühümdür. Amma fərz buyurun ki, məsələn, istiruş edək Tehrana, istiruş edək Quma, istiruş edək Şiraza, İsfahana, Kirmana, Yəzdə, Kaşana, Semnana. Bunlar ki, Fars şəhəridir, niyə bizə mühümdür? Niyə bizə mühümdür? Məsələn, deyirik ki, İsfahanı alaq, niyə? Çünki İsfahanda mühüm sənətlər oradadır. Ya İsfahanı məsələn partladaq karxanaları, niyə? Çünki böyük karxanalar oradadır. Onlar partlasalar, İranın iqtisadı yatar. Məsələn, Azərbaycanın meşələrini od vururlar, biz də Rəfsəncanın püstəliklərini od vuruq. Məsələn. Yəni, bu bilməliyik ki, harada nə var, o əhəmiyyət ki verir, biz oranı alaq, niyə? Əlbəttə, bu, bilirsiniz, Farslar özlərin millət bilmirlər, deyirlər, Fars adında millət yoxdur, qovumu da yoxdur və deyirlər ki, bizim toprağımız da yoxdur. Vətənimiz də yoxdur. Yəni, vətənsiz bir millətdirlər. Bu, Günaz TV-də də bunu gəliblər, orada deyiblər, mən də onları demişəm, tamam, beləsə olsa, sabahları İran dağılsa, hər kəs hər yeri tutsa, ora onundur. Biz gəlin də hazır olaq, görək ki, məsələn, sabahları İran dağılanda, əlbəttə, indilikdə feylən bəlli deyil, amma mümkündür ki,
gələcəkdə bu ittifaq tez bilmirik nə zaman olacaq, amma olacaq, qətiən olacaq. Xüsusən Döktür Seyyid Cəvad Miriyə Minəx bir qıssa məqalə yazıb 2 bundan qabaq, zahirən 2020-də yazmışmış, amma onu bir dəfə də qoyubdu o səfəsində mən orada oxudum. Bəlkə o zaman da oxumuşdum, amma indi də oxudum. Və orada deyir ki, Pentagon 6 dənə məmləkətin ya 10 dənə məmləkətin adını yazmışdı. Bunun başda məsələn Rusiya, Çin gəlirdi. İndi onlar gediblər. Əfqanistan, Əraq filan, bura İran. İndi deyir ki, Əfqanistan, Əraq filan dağılıbdır. İndi Rusiyanın və Çinin növbəti olacaqdır və İran da bu rədifdədir. Yəni geci tezi var. Yəni bu indi 5 il çəkəcək, 3 il çəkəcək, 10 il çəkəcəkdir. Növbə İrana yerişəcəkdir. Bu bəlli olur. Yəni indi bu Amerikanın rəis cümhurunun da dövrəsindən 2 il yarım qaldı. Çox qalmadı. Yəni bu gedəcəkdir, yerinə bir adam gələcək ki, siyasət dəyişiləcəkdir. Və indi də deyirlər Trump özünü hazırlayır ki, gəlsin və bu güclü gələcəkdir. Hər halda bunlar bir fikirlərdir ki, gələcəkdir. Amma bunu niyə deyirəm? Buna görə ki, dostlar, heç millət təhcanına dövlət qura bilməyib tarixdə. Heç millət təhcanına dövlət qura bilməyib. Hətta siz indi bu Ertuğrul serialına, yəni şeyə baxsaz, görərsiniz ki, orada da Osman yenə də ayrı yerlərdən silah istir, adam istir, filan istir. Çünki siz bir yerdən gərək bir şeylər alasınız. Alanmasaz olmaz. Bu, biz İranın təbliğatının bireyin başına düşmüşük ki, Amerikadan kömək istəsən istemardır, cəhanxardır, filandır, bəhmandır. Amma İran neçə ildir müzakirə edir ondan ki, baba mənim tamam pulumu vercinən hər nə də istirsən elə. Nə bomba atom düzəcəklər, nə bir şey. Və bu son zamanlarda da bildiniz ki, elan elədilər ki, Rusiya deyibdir, qoymaram Amerika Rusiya ilə barışa. Çünki bizim mənafeyimiz Amerika barışsa düşəcək xətərə. Onlar da deyiblər, İran sizə bir 10 milyard versin. 10 milyard dolar İran sizə verər, tamam, ondan sonra barışaq. Görürsünüz, yəni İran bir məmləkət deyil ki, onun gücü ola. Mən hətta dünənlərə televizyondan baxırdım, yenə də Türkiyə televizyonlarında bu nəxşənin üstündə danışırlar, Ukraynanın zadın. Vaqəən gördüm ki, Rusiya Amerikanın neçə bərabəri, neçə qat, bərabər ərəbcə sözdür, farsça sözdür, neçə qatı torpağının yekəliğidir. Və İran Rusiya ilə qabaq-qabağa gəlsə, bir barmaqdır, bir dolça suyun içində. Bir barmaq, barmağın ucu. İran nəxşədə bir barmağın ucudur Rusiyanın qabağındakı, məsələn, bir qarışdır. Bir qarışda bir barmaq. Baxın, İran bu yekəlikdədir, bu Rusiyadır. Əgər Rusiya dağılsa, İran bir şey deyər onun qabağında. İran fərqində nəfti vardır, tamam dünyada bunun nəftindən olan gələn pulu istirlər. O da verir şeylə ayaq üstədir. Amma biləxərə bir gün bu müvazinə qüdrət deyəcəkdir. Bir gün bizim millətimizin hamısı ayılacaqdır. Ayılandan sonra bu qüdrət müvazinə deyəcək bir-birinə. به وضع مدینه‌های معروف و مدینه‌های متروک آشنا باشند. O abad şəhərlər və xarab olmuş şəhərlər. Kətlər. Xüsusən bilirsiniz, mən bilmirəm dostlar görüblər yox, amma biz Qəradağdan Arazın qırağından Minsaq maşına belə fəqət yolun qırağı ilə geçsək Tehrana tərəf, görürük ki, o tay bu tayda kətlərin hamısının damı tökülübdür içinə. Pəncərələr yox, qapılar yox filan. Xərabə, adam yox. Orada burada bir itdən zaddan, toyuqdan zaddan olsa olur, olmasa da olur. Bu xərabəlikləri biz bilməliyik və bilməliyik, özümüzdən soruşmalıyıq. Niyə vətənimiz bu qədər xərab qalıbdır? Nə iş görüblər? Bu millət vətənindən köçüb gedibdir, bura xərabə qalıbdır. Niyə farslar 1 metr geri satırlar 10 milyon tümənə, 15 milyon tümənə, 20 milyon tümənə? Amma bizim yerimiz burada sahibsizdir. Niyə? Bu niyələri soruşaq. Və məhəllə bağha porpoş da bedana. Gərək bağları da bilaq, dərələri də bilaq, quyuları da bilaq, suları da bilaq, içməli suyu. Bunların hamısını gərək bilaq. Fərmandeh bayisli به کلیه این معلومات آگاه و نیز به نشانه‌های دقیق خطوط مرزی واقف باشد. Gərək biz bilaq ki, mərz haradır və yolda, orada, burada müxtəlif nişanələr vardı, yazılar vardı, əlamətlər vardı. Bunların mənasını gərək bilaq. Eyni elə bir ki, maşın sürürük.
Yolda bir əlamətlər var. Onu görəndə biz bilirik ki, burada durmalıyıq, burada keçməliyik. Çıraq qırmızı oldu, durmalıyıq. Yaşıl oldu, keçməliyik. Sarıda hazırlaşmalıyıq durmağa. Bunları gərək sürətimizi yəni azaltmalıyıq, beləsi deyim, sarıda. Gərək neyniyək? Bunları gördük. Bunlara tay minlər şey var. Məsələn, bir yerdə girsi görsün, bir dənə əlamət vurubdur. Bura girməyin. Ya bura, məsələn, ordudur. Bura atomi mərkəzdir. Bura nədir? Gərək biz bunların mənasını bilək. Çünki bunlar bizə deyir ki, məsələn, bu şəhərin harasında atomi mərkəz fəaliyyət vardır. Və biz bunları çox diqqətli olmalıyıq gələcəkdə. Fəqət bir inşaat imtiyazat hasil az zəmin az dəst nemilir. Deyir, bunları bilsəz, hər şeyi ki, şəhərə, yola görə, dağa, dəriyə görə bilsəz, taza bunlardan sonra bilərsiniz ki, yoldan, bunlardan nə cür istifadə edəsiniz. Şəhərimizdə də bu cürdür. Bombəsləri bilsəz, hətta məhəllənin adamlarını tanısınız. Kimlər millətçidir, kimlər ziddi millətdir. Onda onun evini qaçıb girməzsən. Çünki o zəh vuracaq, gəlib tutacaqlar. Amma millətçinin evinə girsən, gətirər sənə bir şam da verər, bir nahar da verər, paltarı da değişdirər. Məsələn, mənim yadıma gəlir, məsələn, Qələbabəkdə gəlmişlər, axirində dəfə ki, mən çıxmışdım Qələbabəkə. Zindandan çıxandan bir 10 gün sonra mən getdim Qələbabəkə. Qələbabəkdə Dadistan özü gəlmişdi. Çadır axtarırdı ki, məni tutsun. Məsələn, dostlar, xanımları, pətuları tökdülər mənimlə oğlumun üstünə, yoxsa mənim üstümə və dayandılar, belə qollarını qoydular, dayandılar o yastıq kimi məndən o pətulara. Dadistan gəldi, ya o birisi gəldi, baxdılar, tapanmadılar, sıxdılar, getdilər. Çünki milli fəalı qoruyar. Amma bir adam ki, düşməndən pul alır, İstihdam-ı dövlət türküsü, müstəxdimi dövləti, dövlətin nökəridir, özünü dövlət nökəri bilir. O %90 eləyə bilər səni satsın. Çünki deyir, mən əgər bu adamı satmasam, mənim evimdə tutsalar, hətta millətçi də olsam zahirdə, onda mənim hüququm kəsiləcək, işim kəsiləcək. Onun bir qorxusu var, amma millətçinin qorxusu yoxdur. Millətçi Abbas Düsani kimi, Fərşi kimi, ondan sonra Lətifə Səni kimi, filan, yüzlər saymaqla bitməz. Maşallah, Allah hamısını qorusun və hamısı bizim iftixarımızdır. Bunlar sizi qorurlar. Baisi şəcatəli nəfsəran və baxuşlərin və dəqiqlərin anhara intixab konum. Həmişə gərək biz dostlarımızda bir yerə gedirik, ən huşlusunu qoyaq başda və onun sözünə baxaq. Buna deməyək ki, məsələn, mən dostlarımızın bəzisini görürəm, bağən gözəl məqalə yazıb. Nə olar? Mən 40 ildir yazıram, o 20 ildir yazır. 10 ildir yazır. Amma baxıram, görürüm ki, oğlum, qəşək yazıbdır da. Bəzi dostlar türkçəni elə gözəl yazırlar ki, baxıram, türkçəsinə aşiq oluram. Məsələn, Rəna xanım var, Zari, şairdir. Çox kiçikdir. Bəlkə mənim qızım yaşı olar, yox, yaşı olmaz. Amma onun şeirlərin bəzən oxuram, yazır özü, oxuram. Oxuyandan sonra məndə bir dəyişiklik olur. Ruhiyyəm dəyişir, fikrim dəyişir. Görürəm ki, oğlum, mən bundan çox şey öyrəşə bilirəm. Heç vaxt özümüzü deməyək ki, yox, belədir, yox. Çox şeylər var ki, biz bilmirik və öyrəşməliyik. Mümkündür, bir nəfər bu kitabı məndən yaxşı oxuyur. Gəlsin, oxusun. O oxuyandan sonra mən çəkilməliyəm dalıya. Bu qətidir, yəni sözümüz yoxdur. Məsələn, mən bir zaman Günas TV-də Quran deməyə başladım, Quranı türkcə mənafeyi, millisi yolunda tərcümə eləməyə və təfsir eləməyə başladım. Din məsələlərini, zadlarını danışdım. İndi dostlarımızdan biri çıxıbdı. Mən indi bu günlərdə bəlkə onun 6-7 videosuna qulaq astım. Vaqən gözəl danışır. Həm türkçəsi qəşəkdir. Mənim türkçəm kimi danışmır, gözəl türkçəsi var. Həm də gözəl qıssa danışır. 4 dəqiqə, 5 dəqiqə, 6 dəqiqə, 10 dəqiqədə sözünü yığır. Mən bir saatda sözümü yığıb qutaramıram. Türkçəsi gözəl. Savadı məndən dərin. Ərəbini məndən yaxşı bilir. Yaxşı təhqiqatı var. Nə deyim? Deyim ki, yox, mən indi özüm oturmuşam, onu qulaq asıram. و با توسط به راهنمایان محلی مخفیانه و بی سر و صدا ضمن از میان بردن رد پای خود از کوهها و جنگل‌ها vurmayın. Deyir ki, diqqət buyurun, bura yenə də savaş taktikidir. Deyir ki, biz gərək istiruq gedək, əvvəl gərək öz adamlarımıza dayanaq. Sonra da o məhəllidə bizim casuslarımız var, adamlarımız var, tərəfdarlarımız var.
onları tapaq, onların köməkliyi ilə hara gedəcəyik, nə cür gedəcəyik, elə gedəcəyik ki, səsimiz çıxmayacaq, nəfəsimiz belə çıxmayacaq ki, düşmən bunların nəfəsini bilər. Gedəcəyik, dağlardan, dərələrdən ta düşməni aradan aparaq və sürət ilə hızlı, fori, onları vurub dağılacaq. گاه کفش‌هایی با پنجه‌های حیوانات می‌سازیم و به پا می‌کنیم. Qədim zaman belə idi. Deyir ki, heyvanların ayaqları modeldə başmaq düzəldirik. Ayaqqabı düzəldirik, onları giyirik ki, desinlər və buradan heyvan gedibdi. و گاه بر کلاه خیش پرندگان مصنوعی وصل می‌کنیم. İndi də bilirsiniz, adına deyirlər istitar da, kamuflaj deyirlər Türkiyədə də. Ərəbcə istitardır. Paltarların bir cür deyirlər ki, ağaçlıqda ağaçlara, göylüğa bənzəsin, quruluğa çıxanda torpağa bənzəsin, daşlığa gedəndə daşlara bənzəsin. Bu cür ki, məsələn, baxsalar da belə eyni şeylə, dürbününə, görsünlər, orada daş var. Daşdan sonra bir şey görmədim. Ağac var, yarpaq var. İstitar. Deyir, qədimdə məsələn başlarına quş qoyurdular, ağac qoyurdular, yarpaqları sındırırdılar, qoyurdular. İndi də əlbəttə görürük ki, tancıların zadın üstünə ağaçları sındırırlar, qoyurlar, yarpaqların zadın ki, üstdən məsələn ağac kimi görsənsin. Və bu asudagi xatir در میان درختان پنهان میشویم. Ağaçların arasında gizlənirik. Səfəs quş به صداهای دور فرا میدهیم. Düşmənin ayaq səsinə, nəfəsinə diqqət eləyəcəyik. Düşməni o şey ki, istir eşitmək olar eşitməliyik. Düşmən çox şey istir eşidək. Onun üçün də o qədər radio, televizyonda yalan vardı ki, mən indi onlar bir müddətdə nə əxbara qulaq asıram, nə əxbar oxuyuram. Yəni farsca ruznamələri falanları gəlim çox oxuyardım. İndi onları nə oxuyuram, nə qulaq asıram. Hətta indi Kanadanın da əxbarına çox qulaq asmıram. Çünki görürəm ki, bunların bir çoxu bizi brainwash eləmək üçündür. Mən bunları qulaq asdım, asmadım, mənə heç fərq eləmir. Amma beynimi yuyur. Yəni mənə nə dünyama xidməti var bu xəbərin, nə axirətimə, amma məsələn Xameneydən dünən bir video yayılıbdı, dostlar da bunu yayırlar. Bu coşqay qovmiyyəti filan Bəhman Şah zamanı. Olan sənin rəis cümhurların coş deyirlər, sənin ayətullahların coş deyirlər, sənin radion coş deyir, sənin televizyonun coş deyir. Sən necə yalan demirsən onun qabağına. Amma biz nə olubdu? Brainwash olmuşuq. Onu qulaq asır tez sayır, yayırıq Xameneyi coşuna müxalifət elədi. Xameneyi coşuna müxalifət elədi, dəstur versin, bir dənə qanun təsvib olsun, hər kəs coş desə, tohin eləsə, mühakimə olsun. Və məsələn, 10 il zindana məhkum olsun. Məsələn, görüm ki, sabahdan bir dənə radio televizyonda bir dənə dostların bir gözəl sual soruşur. Niyə əsil radio televizyon farslardan üzr istəmir ki, farslar bağışlayın sizə tohin oldu, sizə coş yedik. Amma türklərdən üzr istir. Bəllidir ki, burada bir yerə, indi niyə bunu təsvib eləmirlər? Çünki farslar istəyirlər tohin olsun Türkə. هوش و حواسمان و برای اینکه بهتر ببینیم چند بار پلکه‌هایمان را به هم بزنیم. Deyir ki, biz gərək bəzi vaxtlar gözlərimizi belə tez-tez açaq yumaq, kirpiklərimizi tez-tez vuraq ki, sonra baxaq görək ki, birdən gözümüz yuxuya gedər, zehnimiz yatar. Bilirsiniz, buna deyirlər ki, ayıq yatmaq da. Bəzi adam var, ranəndələr, xüsusən tireli ranəndələri, o işlər. Bir an görürsən ki, bunların gözləri açıqdır, əllərində də fərmandır, gedir. Amma yatıbdır bunlar, içəri yatıbdır. Bəli, göz baxır. Mən özüm 2 dəfə belə olmuşam. 2 dəfə belə olmuşam. Bunun üçün deyir ki, göz vurun. Çünki səs sala bilməsin, özünə şapalaq vuranmasan. Çünki düşmən şapalağın səsini eşidər. Amma deyir, gözlərinizi, kirpiklərinizi açın, bağlayın tez-tez. Ondan sonra diqqətlə baxın, görün. Huş و حواسمان را جمع می‌کنیم öz huşumuzu topluruq ta از هر موقعیتی که باید استفاده کرد بهره جوییم ta hər o موقعیت ki bizə əlverişlidir ondan faydalanaq به علائم جوی توجه می‌کنیم hava necürdür, qış necürdür, tüstü var, tüstü yoxdur, nə bilim quşlar gəlirlər, getmirlər. Çünki bunlar bizə hamısı əlamətdir də, bilirsiniz bu heyvanların hərəkətləri yerdə, göydə bir əlamətdir oxuyanlara, bilənlərə. در جریان آب دقت می‌کنیم suya baxırsınız, görəsiniz ki, lilləndi, nə bilim çoxaldı, azaldı, arz eləyim xidmətinizə, qanlıdır.
paltar gətirir, adam gətirir, vəsail gətirir. Bu cür bir şeylər bizə mühümdür. Tabi benim aya nişani ehtimali در خصوص عبور دشمن از گذارها vücud دارد. Görək ki, düşmən bu keçdiyi yerlərdən bir əlamət gəlir, görür. Məsələn, birdən bir yerdə gizlənmiş görürük ki, dağdan bir daşlar, cıqqılı-cıqqılı daşlar dığırlandı, gəldi. Bu bəllidir ki, orada bir şeylər yeriyir. Ola bilər düşmən olsun. Diqqətli olmalıyıq. Məsələn, bunlar qədimçi idi, indi deyirəm daha bundan, bunlar daha çox inkişaf ediblər. به حرکت درختان توجه میکنید تا نزدیک شدن دشمن رو حتی دیر ağaçlara da diqqət etməliyik. Bunların qanatlarını tərpədirlər, falan edirlər, bunlardan bilək. به هر حال اگر وقتی که فرمان کارزار را گرفتیم تا به جانب سرزمین ناشناخته بشتابیم که تمدن در آن نفوذ نکرده و ارتباط قطع است و نیز در عمق تنگناها قدم گذاریم آیا دست به کار دشوار نزدیم؟ Bir o zaman çistruk yerəcək ki, ora uzaqdır. Adam çox ora getməyibdi, yəni oranın öz əhalisi orada yaşayıb, oradan yol yoxdur məsələn deyək. Deyir ki, bu cür zamanlarda əcəba biz bir əcib bir işə əl vurmamışıq, çətin bir işə əl qoymamışıq. در پیشروی همراه با لشکری دور افتاده و منزوی دشمن به انتظار آدمی است. Deyir ki, o zaman ki bir yerə gedirsiniz savaşmağa, uzaqdadır, öz torpağınızdan uzaqdasınız, öz millətinizdən uzaqdasınız. İndi farslar gəliblər bizim torpağımıza, məsələn, sərbazları, ərteşləri, polisi, intizamı, pasları, bunlar məsələn. Deyir ki, bunlar həm ayrı düşüblər vətənlərindən, millətlərindən, münzəri, yəni tək qalıblar, bir quşədə düşüblər bir yerə. Və həmişə müntəzirdirlər, bir gün bu türklər bizim dədəmizi yandıracaq. چون وضعیت‌هایی که مربوط به مهاجمه است با وضعیت‌های کسی که از خود دفاع می‌کنه به طور قابل ملاحظه‌ای با یکی فرق دارند. Çünki o adam ki gəlibdi, həmlə eləyir sizin torpağınıza, siz də ki özünüzdən difa, bunlar iki dənə mövqeyiyyəti, fərqli mövqeyiyyətlər. Torpaq sənin, vətən sənin, imkanat sənin, o da eşikdən gəlir, onun yemağı qutarsa qutardı. Onun gülləsi qutarsa qutardı. Amma sən buradasan, sən burada eləyə bilərsən ki, ondan çoxlu imkanlarla savaşasan ki, o səndən savaşa bilməz. Şəhərlərimizdə, bizim hər əlimizdə bir dənə yarım metrik bir ağac olsa, dəmir olsa, şəhərdə bir polis bizim qabağımıza çıxmaz. Hələ qala ki, bir dənə kolt ola. Hələ qala ki, koktol molotov ola. Hələ qala ki, hətta bu çərşənbədə şeylər atdılar, narincəklər partladılar. Hətta bunlar ola. Yəni, bunlardan belə olsa atsan maşının içinə, polisin, o maşın dağıldı, getdi, o sərbaz bir ay çəkər özünə gələ, o dərəcədar bir ay çəkər özünə gələ və hesabını aparar. Mən bu millətin qabağına çıxmalı deyiləm. Mən əfsus deyirəm, doğrudan çox belə deyirəm, bu millətimizə biraz mən ayırmaqlarına inanmıram hələ. Hələ inanmıram ki, ayırmış olalar. Olan, sən bunu partladacaqsan, şəhərə gedəndə partlat da. Polis gələndə partlat da. Niyə öz aranda partladırsan? Neçə nəfərin əlləri qırıldı, gözləri yaralandı, bədəni yaralandı. Yani adam, bilmirəm insanlar nə cür düşünürlər. به طریق اولا هنگامی که دشمن دست به خودعه میزند و استراتژی‌های متعددی به کار میبرد و آماده و منتظر ما نشسته است، اگر نقشه‌ای نکشیده باشیم بدون فکر پیش میرویم، با حقیر شمردن خطرات و با ورود به محل‌های خطرناک با فاجعه به آدم افتادن و یا مورد حمله قرار گرفتن روبرو میشویم. Deyir düşmən necə gəlir bizə həmlə edir, stratejik yerlərimizi, şəhərlərimizdə tutsun, biz əgər fikirləşməyək, hardan gedək, nə cür salaq bunları təliyə, deyir, onda onların tələlərinə düşərik və fikirləşik üçün düşmən bizim şəhərimizdə, bizim zorumuz çoxdur, gedək düşərik tələsinə. Deyir, dəqiqən bilək ki, nə etməliyik? Ta faciə üz verməsin. نظیر مردان باهوش باخته پیشرفتن این خطر را دارد که در نبرد پیشبینی ناشده درگیر شویم و شبهنگام و در موقع استراحت با اعلام خطرهای دروغین مضطرب şəvim. Deyir ki, eləyə bilər, buna bənzər ki, elə bir nəfər ki, ağlı da yoxdur, gecə qoymuşuq Nigahban, deyir ki, fışqa çalır ki, durun düşmən gəldi, dururuq, yoxdan görürük ki, düşmən yoxdur. Çünki bu adam qorxaqdır, ya gözlərində iradı var, ya zehnində məsələn ağac tərpəşib deyib, bəlkə adamlar gəlir, kölgələrdən filandan, bəhmandan. Biz bunlara deyir ki, çox diqqətli olaq. Çünki eləyə bilərlər bizi müstərib eləyirlər. Qorxu. Müstərib dedim də,
qorxu ilə müstəribin bir cıqqılı fərqi vardı. Bir dəfə də demişəm. Qorxu o zaman ki, siz bilirsiniz ki, məsələn burada bir ilan var, bir sıçan var, bir qurt var, bir şer var, bir adam öldürən var. Qorxursun. Bu təbii. Amma bir zamanda var ki, bilmirsən nə var və qorxursan. Məsələn bir dənə köhül var, girənmir içində ilan var, yoxdur. Əjdaha var, yoxdur. Bura, məsələn, çox şeylər ki, mən eşitdim son zamanlarda İranda olanda, bu idi ki, adamlar gedirlər, yerləri qazsınlar, bir şey çıxarsınlar, deyirlər ki, orada tilism olubdur. Hər kəs əvvəl girsə, onu tilism tutur məsələn. Niyə? Çünki bilmir ki, var ya yox, ona görə məsələn, hər yerə də girə bilmir. Məsələn, köhüldür, ağzı tıqqılıdır, oradan gedəsən içəriyə, Kanadada bu cür çox yerlər var, millət də onda təfriq edirlər. Amma məsələn, bizim orada bunlara girmirlər, çünki deyir ki, mən bilmirəm içəridə nə var. Və ondan qorxur, istirabı var. Gecə yatır, bilmir ki, meşədə, məsələn, çadır qurubda yatır, bilmir ki, filandır. Elə bir səs gəlir, deyir ki, canavardır, ayıdır, filandır, bəhmandır. Bu istirabdır, çünki bilmir, bir şey var ya yox. اگر با شتاب و بدون آمادگی پیشروی کنیم در کمینگاه ها میافتیم. Bir əgər getsək, əcələ ilə getsək, düşərik düşmənin toruna. Kəmingah olur tor, budur. و به اصطلاح لشکری از خرس‌ها و ببرها را در شهر مرگ به هلاکت میاندازیم. Deyir ki, bir لشکر ayını özlərindir və bəbriləri salırıq, ölümün meyit pəncəsinə aparırıq, veririk. در این وقت چگونه میتوان حصارهای شورشیان را باز گشود و دشمن را از خفاگاه‌ها و فریبنده‌شان بیرون آورد. Deyir ki, biz belə eləsək nə cür elə bilirik düşməni gizləndiyi yerdən eşiyə çıxardıq və öldürək. بنابراین در سرزمین دشمن کوه‌ها و رودخانه‌ها و زمین‌های مرتفع و زمین‌های پست و تپه‌هایی که ممکن است دشمن به عنوان نقاط استراتژیک از آنها دفاع کند، جنگل‌ها، نیزارها، بیشه‌زارها، سبزیزارهای فراوان که دشمن ممکن است در آنها مخفی شود، طول جاده‌ها و کوره‌راه‌ها، سطح مدینه‌ها و شهرها، مدینه شهر عین bir sözde، فراخنای دهکده‌ها، حاصلخیزی یا خشکی مزارع، عمق تأسیسات آبیاری و اهمیت مواد و گستردگی ارتش مقابل و برندگی سلاح‌ها همگی بایستی به طور کامل şناخته və məlum şud. Hər halda düşməni dedim, harda, nə zamanda, nəyi var, nəyi yoxdur, onlar gəlir hamısını bilək. Yoxsa düşərik tora. در این صورت ما نسبت به دشمن بینایی داریم. bizim düşməni bilirik ki, əlində nəyi var. Və به آسانی میتوانیم بر وی مسلط شویم. Onda əgər bilsək ki, düşmənin əlində nəyi var, hardadır, nə mövqeyiyyətdədir, nələrdən istifadə edir, gücü nədir, nəfəratı nə qədərdir, yuxuludular, yuxusuzdular, toxdular, acdılar. Tox, yəni sir. Toxdular, acdılar. Onda nə olar? Biz eləyə bilirik ki, bunları biləndən sonra düşmənə zəfər qazanaq. Məsələn, mən bir dənə misal qursam, bir dəfə bizim Təbrizin yaxında bilmirəm şəhərlərin birində, indi yadımdayım, bina idarə idi. 10 gündür polisin əleyhinə şəhərdə cavanlar rahpeymalıq edirdilər. Polislə savaşırdılar. Bir gün mən bildim bunu. Dostlarım biri zəng elədi, dedi ki, onda da mən radio fərdiyə işləyirdim. Dedi ki, burada bir şey var. Durdum, getdim şəhərə, gördüm ki, bəli də millət, biraz orada burada tanışdım. Sonra gördüm ki, polis şəhərdən çıxıb getsə millət yatar. Getdim radiodan dedim ki, polis şəhərdən çıxsa getsə millət yatar. Çünki millətin ayrıqında eləyən polisdir. Və bir saat sonra, məsələn gecə saat 8-də mən radio fərdadan dedim, saat 9-da polis çıxıb getmişdi şəhərdən, millət də yatdı zincanlığına getdi. Nə idi məsələ? Məsələ budur ki, bizim şəhərimizin kodu niyə elə olmayıb, belə olubdur. Buna polis nə rəbti var? Polis niyə bura gəlir? Kafidir belə bir şeylə polisi çəkirsən xiyabana. Tutuldu getdi. به هر حال جنگ مبتنی بر فریب دادن است. Bunu gərək bilək. Qanundur. Bu qanundur. İndi də qanundur. 1000 il bundan qabaq da, 5000 il bundan qabaq da qanundur. Heyvanların da qanunudur. Şeylərin də qanunudur. İnsanların da qanunudur. Savaş tovlamaqdan ibarətdir. Hər kəs daha çox tovlaya bilsə tərəfi belə müvəffəqdir. Əziz dostlar, az qalır mənim də elə bu səfəm qurtar. هنگامی که نفع شما اقتضا می‌کند جابجا شوید و با پرندگی و تمرکز و قوا تغییر موضع به وجود آورید. O zaman ki sizin mənfəətiniz icab edir, yerinizi dəyişdirin. مائو تسو تونگ چند بار این بند را به شرایط تفسیر کرده است
Görək ki, Mao Tse Tung nə deyir? 96-cı səhifəni sabah oxuyacağam. Sağ qalın. Görüşmək üzrə.